Salam, hər vaxtın xeyir. Deməli, burada bərabərsizlikdə necə həll edirik? Bir də qaydaları yada salırıq. Kökləri tapırıq. Yəni, sürət, məxrəc hər birini sıfıra bərabər edirik. Sürətə görə kökümüz olur x bərabərdir 2. Məxrəcə görə kökümüz olur x bərabərdir 6. Və ədəd oxu çəkirik. Köklərimizi kiçikdən böyüyə doğru düzürük. 2, 6. Əgər x-in əmsalında mənfi yoxdursa, onda sağ əlimiz, yəni sağ əlimiz tərəfdən başlayaraq müsbət, mənfi, müsbət. Demək, bizdən hansı aralıq istəyir? Kiçikdir 0. Kiçikdir 0 olan aralığımız haradır? 2, 6. Bərabərlik yoxdur deyə, ona görə yumru mörtəzi olacaq. Yaxşı, keçək ikinci tip tapşırığa. Burada da yenə bərabərsizlikdə şərt nədir? Sürət, məxrəcin köklərini tap, yəni sıfırlarını tap. Sürətin sıfırı nə olacaq? X üstə gəl 4 bərabərdir 0, x bərabərdir mənfi 4. İndi məxrəcdə x üstə gəl 12 bərabərdir 0, x bərabərdir mənfi 12. Köklərimi tapdım, elədimi? Ədəd oxu kiçikdən böyüyə düzürəm. Mənfi 12 kiçikdir, mənfi 4 mənfi 12-dən böyükdür. İndi görəm burada yenə x-in əmsalında mənfi yoxdur ki? Xeyr, onda belə algoritmimiz belə gedir. Müsbət, mənfi, müsbət. Bizdən kiçik bərabər. Deməli, burada əslində olmalıdır cavabımız mənfi 12 bərabərliyə görə mənfi 4. Amma, biraz bunu sərqəli yazım. Mənfi 12, mənfi 4. Burada ikisini də bərabər götürürəm. İndi izah verəcəm. Burada deyəsi sözüm var. Amma, burada görsən 12 məxrəcdədir. Məxrəc 0 olarmı? Xeyr. Ona görə yəni bu bərabərlik çox da səni çaşdırmasın. Yəni, öz məntiqində irəli sürməlisən. Məxrəc 0 olmaz, ona görə 12-ni almır, amma 4-ü alır. Aydındır. Yaxşı, sonra 3 tipi izah eləyəcəm. Burada da yenə, bax, burada kəsirləri elə bir kəsirə yığırsan, nə həmişə toplama, çıxma, nə olanda bir kəsirə yığırsan. X üstə gəlir, ortaq məxrəci isə. Bunun məxrəci 1 kimi baxırsan, olur x üstə gəlir 2, çıx x, çıx 1. Ortaq məxrəc elədik. Böyükdür 0. X-lar islah oldu. Qaldı 2-dən 1 çıxanda 1. X üstə gəl 1. Böyükdür 0. Sürətdə dəyişən yoxdur. Sürətlə işim yoxdur. Bir dənə köküm məxrəcdədir. X üstə gəl 1 bərabərdir 0. X bərabərdir mənfi 1. Cəmi bircə dənə kökümüz var. O da mənfi 1. Mənfi 1. X-in əmsallarına baxırıq. Əgər mənfi yoxdursa, yenə qayda eynidir. Müsbət, mənfi olaraq düzülür. Bizə də hansı aralıq lazımdır? Böyük aralıq. Böyük aralıq olacaq mənfi 1-dən müsbət sonsuzluğa. Yaxşı. Cavab yeyəndə. Yaxşı. Bu neçəncidir? 4-cü sual. 4-cü tipdən də izah edeyim. 4-cü tipdə 3x üstə gəl 4. X çıx 1. Bərabərsizlikdə ümumiyyətcə hamısı bir tərəfdə, 0-da bir tərəfə yıxsan daha yaxşı olar. 2 keçir sol tərəfə, kiçik bərabərdir 0. İndi burada dedik ki, hamısı bir sürət məxrəcdə olmalıdır. Bunu ortaq məxrəc edirik. X çıx 1. 3x üstə gəl 4. Çıx 2 vur x çıx 1. Razımı? Bəli. Kiçik bərabərdir 0-dan. Qələmimizi dəyişək. İndi burada sadələşmə aparaq. 3x, üzərinə gəlirəm 4, çıx 2x, mənfi olduğuna işarələr dəyişir. Üstə gəl 2. X çıx 1, kiçik bərabərdir 0. 3x-dən 2x çıxanda x, üstə gəl 6, x minus 1. Kiçik bərabər 0. İndi yenə bildiyimiz hala gətirdik. Bir kəsir, bir sürət, bir məxrəc oldu. Sıfırlar tapırıq. Yuxarının sıfırı mənfi 6-dır. Aşağının sıfırı 1-dir. Yəni, adi tənli kimi sıfıra bərabər qoyub həll edirsən. Kiçikdən böyük köklərimizi düzürük. Mənfi 6, 1. Dəyişənin qabağında mənfi yoxdur. Xeyr, onda işarələmə gedəcək. Müsbət, mənfi, müsbət. Aydındırmı? Bizə də hansı aralığın kiçik aralıq. Kiçik bərabər. Deməli, olacaq mənfi 6, 1. İkisini də əvvəlcə daxil elə bərabərlik şərtinə görə. Sonra bax, məxrəcə bax. Həmişə məxrəcdə ehtiyatlı ol. Məxrəcdə görsən, 1 qoyanda məxrəc sıfıra çönür.
Deməli 1-ə nə qoyacaqsan? Yumru mötərizə. Yəni çox da orada səni aldatmasın ki, bərabərlik şərti var, hamısını düz mötərizə götürün və misalı zay eləyin də. Yəni məxrəc 0 olmaz. Ona görə 1-ə yumru mötərizə verəcəksən. Yaxşı, sonra gəldik buradan 5-ci suala. Yenə eyni qayda. Yəni məntiq 1-dir. Sıfırları tapırıq. Deməli 2x-dir burada. 2 vurulsun. 2-ni ortaq vuruq çıxaram. X çıx 3. Buradan da 3 çıxardaram. Olar x üstə gəl 6. Elədirmi? Böyük bərabər 0. Bu ədədlərin bir mahiyyəti yoxdur. Biz dəyişənlər işləyirik də. İndi bunlar hər birini ayrı-ayrı sıfıra bərabər qoyanda birinci köküm olur 3. İkinci köküm olur -6. Sıfıra qoyub tənlik kimi həll edirik də. İndi yenə köklərimi düzürəm. -6. Bu da 3. Bizə nə istəyir? Böyük bərabər. Məxrəc yoxdur ki, artıq yəni o bərabərlik mənim üçün qorxulu gəlmir. Məxrəc olanda biraz bərabərlikdən ehtiyat edirik. Dəyişənin qarşısında mənfi yoxdur. Mənfi yoxdursa işarələməmi ürəklə mənfi, müsbət, mənfi, müsbət düzürəm. Bizdən də böyük aralıq istəyir. Olacaq mənfi sonsuzluqdan -6-ya daxildir. Çünki bərabər şərt var. 3-dən müsbət sonsuza cavab yebəndi. Yaxşı. Nədir bu? 6-cı sual işləyək. 2 çıx x. Bunu müxtəsərlə açıram. X çıx 3. X üstə gəl 3. Elədirmi? Bu da kiçikdir 0. Köklərim. 2 çıx x bərabərdir 0. X bərabərdir 2-yə. X üstə gəl 3 bərabərdir 0. X bərabərdir -3-ə. Bunu da yenə həll eləsək. X bərabərdir 3. Tənliyimi böyükdən kiçiyə doğru, daha doğrusu köklərimi böyükdən kiçiyə doğru düzürəm. Ən birinci -3, 2, bu da 3. Burada görsən dəyişənin qabağında mənfi var. Dəyişənin qabağında mənfi varsa, mənfi tək saydadırsa yəni, mənfi varsa artıq işarələmə tərsinə dəyişir. Yəni dəyişənin qabağında mənfi olmayanda necə başlayırdıq? Müsbət, mənfi, müsbət. Burada mənfi var deyə ona görə başlayacağıq mənfidən. Mənfi, müsbət, mənfi, müsbət. Aydındırmı? Bəli. Burada kiçikdir 0 veribdir. Kiçikdir 0 olan aralığımız bura, bura. Olacaq -3-dən 2-yə, 3-dən müsbət sonsuza cavab deyibəndi. Yaxşı, bir dənə də deyəcəm. Bir neçə tip izah edəcəm əslində. X çıx 6, x çıx 1, x çıx 3. Böyük bərabərdir 0. Yenə surətin və məxrəcində köklərini tapırıq. Məntiq 1-dir. Surətə görə köklərim olacaq 6. X bərabərdir 1, x bərabərdir 3. Kökləri tapdınmı? Bəli. Kiçikdən böyüyə doğru köklərimi düzürəm. 3, 6. İndi dəyişənin qabağı sırası gözüm axtar. Dəyişənin qabağında mənfi yoxdur. Xeyr, heç birində mənfi yoxdur. Ona görə işarələmə gedəcək. Müsbət, mənfi, müsbət, mənfi. Dəyişənin qabağında mənfi yoxdursa, onda müsbət, mənfi, müsbət. Sağ əlindən başlayaraq müsbət, mənfi. Amma mənfi olanda mənfidən başlayacaq. Yaxşı, indi bizdən böyük bərabər və məxrəc görünürsə cız dayanırsan. Yəni 3-ü almayacaq. 3-ü bəlkə başdan yumru eləyirik. İndi böyük bərabər. Olacaq 1-dən 3-ə, 1-i alır, 3-ü almır. Birləşmə 6-dan müsbət sonsuzluğa 6-nı alır. Çünki bərabərlik şərti var. 3-ü niyə almadım? Məxrəc 0 olmaz. Cavabımız olacaq Y bəndi. Yaxşı, bir dənə də izah eləyim, yekunlaşdıraq. Yuxarıdan 8-dir. Yuxarıda əvvəlcə x-i çıxardıram. Olur, x üstə gəl 4. Razı? Bəli. Aşağı müxtəsər vurma düsturu ilə açılır. Daha doğrusu V teoremi açılır. Köklərimiz 8, yox, 6, 4. Səhv tapdım. 6, 4, özə mənfi. Olacaq onda x üstə gəl 6, x çıx 4. Razı? Kiçik bərabərdir 0. Yenə sürətin də, məxrəcin də nə edirik? Köklərini tapırıq. Sürətin kökləri. Birinci buna baxırıq. X veribdir. Birinci buna görə kökümüz olacaq x bərabərdir 0. Hər bir mötəzə ayrı-ayrı sıfıra bərabər qoyuruq. Bura görə köküm olacaq x bərabərdir -4. Bura görə köküm olacaq x bərabərdir -6. Bura görə köküm olacaq x bərabərdir müsbət 4.
ədəd oxunda kiçikdən böyüyə doğru düzülük. Oldu mu? Bəli. İndi baxıram tez gözüm axtar. Dəyişənin qabağında mənfi yoxdur? Xeyr. Mənfi yoxsa ona görə müsbət, mənfi, müsbət, mənfi, müsbət. Düzdürmü? Bəli, düzdür. Bərabərlik şərti var. Yenə deyirsən ki, A alacaq, amma məxrəzdəki kökləri sıfıra çevirən köklər almaz. Çünki məxrəz sıfıra bərabər olmaz. Deməli, mənfi 6-nı almayacaq. Mənfi 6-ya yumru mörtəzi qoyuruq. Bir də müsbət 4-ü almayacaq. İndi getdik. Həll aralığımız hara olacaq? Bizdən kiçik aralıq istəyir. Bura mənfi 6-dan mənfi 4-ə qədər. Sonra 0-dan müsbət 4-ə qədər. Gəl yazaq. Mənfi 6-dan mənfi 4-ə qədər. 4-ü alır, mənfi 6-nı məxrəcə görə almır. Birləşmə 0-dan 4-ə qədər. 0-ı alacaq bərabərlik şərtinə görə. 4-ü isə almayacaq. Məxrəcləri 4 ona görə. Cavab olacaq Y bəndi. Yaxşı, gəl bir tipində izah edeyim. Görüm, istəyirəm təkrar kökləri olanlara da izah verim. Deməli, burada. Yaxşı, gəl, deməli, dəqiqə. Aysa, bu tipini istəyirəm izah edeyim. Deməli, bu da ən maraqlı tiplərdəndir. X çıx 4-ün kvadratı. X çıx 2. Oldu mu? Modul x üstə gəl 4. X çıx 1. Kiçik bərabərdir 0-dan. İndi burada nəyə diqqət edirsən? Bir yaxdan düzdür, kökləri tapırdıq və s. və ilə axır. Burada sənə qəşəng bir, necə deyim, işini asanlaşdırmaq üçün yol deyəcəm. Burada görsən, modul kiçik bərabər 0 verib. Daha doğrusu bu ifadəni kiçik bərabər 0 verib. Yəni, mənfi qiymətlər alır. Modul mənfi olar səncə? Xeyr. Modul mənfi olmaz. Ona görə modul atıram. Yəni, bu heç vaxt bu ifadəni mənfiyə çevirməz. Kvadrat mənfi olar? Xeyr. Mənfi olmaz. Deməli, köklərim olacaq 2, bir də 1. Yuxarı görə 2, aşağı görə 1. 2 və 1-i qeyd edirəm. 1, bu da 2. İndi olacaq köklərim müsbət. Yəni, qabaqda dəyişənin qabağında mənfi yoxdursa, müsbət, mənfi, müsbət. İndi bizə kiçik aralıq istəyir. Olacaq nə? 1-dən 2-yə qədər. İndi 1 məxrəzdədir, 1-i almayacaq, 2-ni alacaq. 1-dən 2-yə qədər. İndi dayanırsan. 1-dən 2-yə qədər. Və burada görürsən ki, 1-dən 2-yə qədər, bax, görürsən cavab, əslində hələ heç cavabda görünmür. 1-i almır, məxrəcə görə 2-ni, D-ni götürərsən və səhvə yol verərsən. Denən niyə? Çünki burada biz bu 4-ləri atdıq. Amma burada axı sürətdə var. X 4 qoyanda bərabərlik şərtinə görə bu sıfıralar da. Deməli, cavabımız nə olacaq? 1-dən 2-yə qədər. Yox, 1-i almır. 1-i almır, 2-ni alır. Bir də 0 şərtinə görə sürətdəki ifadəyə görə birləşir. Bir dənə də 4 həllimiz olacaq. Aydındır. Yaxşı, gözəl sualdır bu. Yəqin ki, bax, B bəndi. B bəndə görsən, bir dənə də 4-ü verib. Görsən, variantlarda 2 variantı var. Bax, bunu da atıbdır. Bunu da atıbdır. Yəni, sən bunu bilməsən, sürətin sıfıra çevrildiyini nəzərə almasan, artıq misal səhvə gedəcək. Yaxşı. Görün, bir dənə bu tipdən yenə varsa, izah edeyim. 2 dəqiqə. Bu bunlardandır. Yaxşı. Ay sağ ol. Bunu izah eləyək. Ya da bunu izah eləyək. Bu da bax. İkisini də izah eləyəcəm. 10, 11. Modul x çıx 1. X üstə gəl 6. Kiçikdir 0. Yenə bax, burada modul var. Modul mənfi ola bilər. Xeyr. Ona görə bir dənə köküm bu qalır. X üstə gəl 6 bərabərdir 0. X bərabərdir mənfi 6-ya. Kökləri tapanda 0-a bərabər qoyub həll edirik. Mənfi 6-nı qeyd elədim. X-in qabağında mənfi yoxdur? Xeyr. Ona görə başlayacaq müsbət mənfi. Bizdən kiçik sıfır aralıq istəyir. Deməli, mənfi sonsuzluqdan mənfi 6-ya. Özdə yumru mörtəzi. A bəndi. Aydındır. Yaxşı. Və nəhayət, sonuncu 9-cu sual. 9 çıx x-i, 3 çıx x. 3 üstə gəl x. X üstə gəl 1.
Kvadrat çöldür. Deyə bilərsən, müəllimə, bəs burada da kvadrat var, gəl bunu ataq. Xeyr, kvadrat çöldə olanda o ifadə, yəni mənfi də olsa, müsbət də olsa, kvadrata görə müsbət olur. Onda nəzərə alaq. X üstə gəl 1, aşağıda x kvadratı. Kiçikdir 0. Aha, bax aşağıda x kvadratı var. Deməli, bu kökü almırıq, çünki zaten, yəni x-in yerine mənfi də qoysam, müsbət də qoysam, bu heç vaxt mənfi ola bilməz. Müsbət olduğuna görə atıram. İndi köklərim, bura görə köküm x bərabərdir 3. İkinciyə görə olacaq x bərabərdir mənfi 3. Üçüncüyə görə olacaq x bərabərdir mənfi 1. Razı, kiçikdən böyük köklərimizi düzək. Mənfi 3, mənfi 1, bu da 3. Oldu mu? Dəyişənin qabağına baxırsan tez. Müsbət, müsbət, aha, bir dənə mənfi var. Deyirsən artıq dəyişənin qabağında mənfi varsa, sıralama necə gedəcək? Mənfidən başlayacaq. Mənfi, müsbət, mənfi, müsbət. Razı? Bəli. Bizdən kiçik aralıq istəyir. Kiçik. Mənfi 3-dən mənfi 1-ə, 3-dən müsbət sonsuzluğa. Yazırıq. Mənfi 3-dən mənfi 1-ə, birləşmə 3-dən müsbət sonsuzluğa. Aydındır. Bu qədər bəsit. Minimum x istəyir. Özü x də tamama aiddir. Nəsə. Orada da minimum olacaq. Mənfi 3 bir anı mənfi 2. Bu qədər. Yaxşı. Baxaq görək mənfi cəbəndə. Bir dənə də bunu işləyək yaxşı. Bir dənə bunu da işləyək, yekunlaşdıraq. Modul 2x üstə gəl 4. Vur. 2 çıx x. Hə, gözəl sualdır bu. X çıx 2x üstə gəl 2. Elədirmi? Bəli. Kiçik bərabərdir 0. Yenə modul var. Modul var. Deyirsən ki, modul heç vaxt mənfi ola bilməz. Yəni ifadənin işarəsini dəyişə bilməz. Getdi modul. Köklərin bura görə olacaq 2. X bərabərdir 2. Bura görə olacaq x bərabərdir yeni 2. Bura görə olacaq x bərabərdir mənfi 2. Köklərimizi kiçikdən böyüyə doğru düzürük. Mənfi 2. Müsbət 2. 2 dənə köküm var. Bu təkrarı kökün başına həmişə bir dənə t yazıq. Təkrarı kök odur ki, yəni işarələr də təkrarlanacaq. Sağı mənfidirsə, sol da mənfi olacaq. Təkrarı kök, yəni 2-dən 2 dənədir də, elədir. 11-in qeydi üstünə bir dənə t yazırıq ki, yəni bu təkrarlanır. Təkrarlanan kökün işarələri də təkrar, yəni mənfidirsə mənfi olacaq, müsbətsə müsbət. İndi burada baxırıq dəyişənlərin qabağına. Görsən, dəyişənin qabağında bir dənə mənfi var. Digərləri müsbət, müsbətdir. Dəyişənin qabağı bir dənə mənfidirsə, işarələmə necə başlayacaq? Mənfidən. Mənfi, müsbət, mənfi gedirdi. Elədir. Burada artıq təkrarı var deyə işarəni də təkrarladır. Mənfi, mənfi olacaq müsbət. İndi bizə kiçik 0 aralıq lazımdır. Olacaq mənfi 2, 2, 2-dən müsbət sonsuzluğa. Mənfi 2, 2, 2-dən müsbət sonsuzluğa. Burada görsən, məxrəzdədir 2 ilə mənfi 2. Ona görə məxrəzdə olduğuna görə almayacaq. Mənfi 2-dən 2-yə, birləşmə 2-dən müsbət sonsuzluğa. 2-dən müsbət sonsuzluğa. Bu qədər. Burada cavab yoxdur. İndi ola bilər nəsə hesabda, çapda səhv olsun. Nəsə, diqqətin üçün təşəkkürlər. Dərsimiz bura qədər. Sağ ol, salamat qal.